Salam əziz dostlar, bugün biz məntiqin faydasından danışacağıq. Bu məntiq nəyə lazımdır? Nə üçün öyrənməliyik bunu? Bundan danışacağıq. Bu hansı işlərimizi görəcək, bizi hansı yerdə hansı köməklər göstərəcək, ondan danışacağıq. Klassik məntiq alimləri deyiblər ki, klassik alimlər deyiblər ki, hər bir elmin başlanğıcında 8 şeyin aydınlaşdırılması lazımdır. Onlardan biri də, o 8 şey haqqında danışmaq mövzumuzdan kənar olduğu üçün danışmırıq. Onlardan biri də elmin məqsədidir. Qəsd, o elm nəyə görə yaranıb? Məqsədidir. Digəri isə onun faydasıdır. İndi məqsədlə faydanın fərqlərini izah ediblər. Elmlərin məqsədi ilə faydasının fərqini belə izah ediblər. Deyiblər ki, hər bir elmin məqsədi onun təqib etdiyi şeydir. Başqa sözlə, öz ardınca gətirdiyi nəticədir. Yəni, o elm nədən bəhs edirsə, o nəticə nə qoyacaq ortaya? Ondandır. Məsələn, riyaziyyatın məqsədi ədədlərin xüsusiyyətlərini və nisbətlər aralarındakı əlaqələri bəyan etmək, ədədlərin bir-biri ilə üstəgəl, çıx, böl, bunları bəyan etmək, yaxud tibb elminin məqsədi bədənə aid xəstəlikləri və onların müalicə yolunu bəyan etməkdir. Məqsəd budur. Müalicə yolunu bəyan edir. Bəs faydası nədir? Elmlərin faydası isə onu öyrənənə aid olan şeydir. Yəni, hamıya aid deyil. Elmlərin faydası öyrənənə aiddir. Elmlərin məqsədi isə hamıya aiddir. Aydın oldu, hamının ehtiyacı olur da. Tibb elminin məqsədi necə demək, bədənə aid olan xəstəlikləri və onların müalicə yolunu bəyan eləməkdir. Amma elmin faydası isə o elmi öyrənənə aid olan, xas olan şeydir. Nədir o? Əlbəttə, faydanın əldə edilməsi qaçılmaz bir iş olmayıb, öyrənilən elmin qanun və məsələlərinə riayət etməklə şərtləndirilir. İndi sən bu elmi öyrənirsən, bu elmdən faydalanmaqdan ötürü nə etməlisən? Faydalanmaqdan ötürü nə etməlisən? Faydalanmaqdan ötürü onu eləməlisən ki, o öyrəndiyin elmi praktiki olaraq həyata keçirəsən. Yəni, tətbiq eləməsən həyatında, onda səhvə xətaya yol verəcəksən. Məsələn, dilçilikdə bir adam Azərbaycan dilinin bütün qanunlarını bilir, amma riayət eləmir. Elə ağzına gələni danışır, düzgün danışmır məsələn. Amma qanunu tətbiq eləsə, qanunla danışacaq. Onda xətadan təmiz olacaq, xəta eləməyəcək. Amma bir adam qanunları bilir və həyatında da tətbiq edir o qanunları o sahədə, onda o heç bir səhvə xətaya yol verməyəcək. Məsələn, riyaziyyatın qanunlarına riayət etməyin faydası ədədlərlə bağlı olan işlərdə hesabların asan yerinə yetirilməsidir. Riyaziyyatı bilirsən, amma qanunları tətbiq eləmirsən, qalmışsan, ilişmirsən, bir məsələni həll edə bilmirsən. Amma o qanunu tətbiq eləsən həmin o misala, o da o misalla oradakı problemi həll eləyəcəksən, o hesabları asanlıqla yerinə yetirəcəksən. Məntiq elmi də düzgün fikrə və məchullara çatmağın yolunu bəyan etməyə çalışır ki, bu, həmin məntiq elminin məqsədidir. Məntiq elmi nə edir? Bizə düzgün fikrə çatmağın yolunu öyrədir. Məchullara çatmağın yolunu öyrədir. Bunu bəyan edir bizə. Və həmin məntiq elminin məqsədi budur ki, məchullara çatmağın yolunu bizə bəyan eləsin. Məqsədi budur. Bəs faydası nədir? Bu, məntiqin özünün qəsdidir, yaranma səbəbidir. Bəs faydası nədir? Kim ondan faydalanır? Onu öyrənənlər. Nə vaxt faydalanır? Məntiqin faydası budur ki, onun qaydalarına riayət etməklə, fikir ver, qaydalarına riayət eləməsən, məntiq sənə heç bir işvə yaramayacaq. Qaydalarına riayət etməklə zehin, təfəkkürdə olan xətadan amanda qalsın və məchullara çatmaqda xətaya düçar olmasın. Deməli, bu qanunları bilə bilərik, ola bilər bilək. Amma onu təfəkkürümüzdə, təfəkkür prosesində o qanunları işlətməsək, onda mütləq biz xəta eləyəcəyik, təfəkkür prosesində mütləq xəta eləyəcəyik. Deməli, xəta etməməyimizdən ötürü nə etməliyik? Həmin məntiqin qaydalarına riayət eləməliyik
ki öz zehnimizdə olan təfəkkür prosesində xətadan ehtimal verdiyimiz xətalardan ki, gündəlik biz o xətaları eləyirik və səhv nəticələr çıxardırıq, o xətalardan nə edək? Və məchullara çatmaqda xətaya düçar olmaqdan amanda qalaq. Deməli, məntiqin faydası nə oldu? Məntiqin faydası oldu ki, məntiqi öyrənənə aid oldu. Öyrənən gərək o qaydalara tətbiq eləsin ki, xətaya düçar olmasın. Bəs məntiqin faydası nə oldu? Məntiqin faydası da bizə məchullara çatmağın yolunu doğru düzgün öyrədir. Sağ olun.